İllər öncə zənginləşmək, sağlam və xoşbəxt olmağım üçün meymun dışqısı yeməyim tövsiyə olunmuşdu mənə. Sizin üçün qəribə səslənə bilər, amma illər öncə mən də həyatımda problemlər yaşayanda bir astroloqa müraciət eləmişdim xarici ölkədə və həmin astroloq mənə mütləq şəkildə inək və meymun dışqısı yeməyim gərəkdiyini demişdi. Çünki əgər həmin o dediyi şeyi yeməsəydim, həyatım ən dərin bədbəxtliklərə doğru sürüklənəcəkdi. Məncə hamımız bu situasiya ilə tanışıq. Həyatında dibə batırsan, nə edəcəyini bilmirsən və tutuna biləcəyin bir nəfər görürsən, ondan məsləhət alırsan. Bax, məndə də belə baş vermişdi. Bilirəm ki, sizə indi ən qəribə gələcək sual budur ki, bu dışqını hardan tapmaq lazım idi? Sən demə, elə bir sayt var imiş xarici ölkələrdə ki, hardan ki, belə heyvanların dışqılarını ala bilərsən və onlar hansısa üflənib və s. və s. Saytın adını da unutmuşam və bu astroloqun bir konsultasiya qiyməti 280 manat idi və mən son pulumu ona vermişdim. İndi düşünə bilərsiniz ki, mən ağılsızam və s. yox, mən MBA bitirmişdim həmin o konsultasiyanı aldığım zaman və gedib bunları etmədim əlbəttə, amma həmin gün həyatımın dönüş nöqtəsi oldu mənim üçün. Oturub düşünməyə başladım ki, Asya, sən nə edirsən həyatınla bağlı? Ümumiyyətlə, niyə həyatının necə getməsi, nə vaxt nəyin baş verməsini kimlərdənsə asılı edirsən ki? Bax, elə həmin gündə mən insan psixologiyasını dərindən öyrənməyə qərar verdim. Çünki anladım ki, bütün bunların heç birindən mənə nəticə gəlməyəcək. Mənə nəticə verən tək şey özüm olacağam. Mən ona görə də hər birinizi çox gözəl anlayıram. İnsan həyatda nələrsə yaxşılaşdırmaq istəyəndə qarşısında gördüyü hər şeyi fürsət bilib ona doğru getməyə başlayır. Amma bəzən stop deməyimiz də lazımdır. Bəzən baxmamız lazımdır ki, əslində nəticə verəcək olan şey nədir? Mən özümün dayağı ola bilərəmmi? Yoxsa cavabları çöl dünyada axtarmağa mı davam edəcəyəm? Bax, elə buna görə də bugün sizlərə tövsiyə edirəm ki, aşağıda açıqlama bölməsində sizə olan tövsiyələrimi oxuyasınız. Çünki həyatımız o qədər də uzun deyil belə qəribəliklərə xərcləmək üçün ya da mutsuz olmaq üçün.